İsrail parlamenti, yəni Knesset, terrorçuluq ittihamı ilə mühakimə olunan şəxslərə edam cəzası verilməsini nəzərdə tutan qanun layihəsini ilkin oxuşda təsdiqləyib, sərt sağçı deputatların təqdim etdiyi sənəd həm dini idarələrin, həm də müxalifətin ciddi etirazına səbəb olub. İsrail mediasına isnadən xəbərlər verilir ki, 39 lehinə 16 əleyhinə səslə qəbul edilən Knessetdə müvafiq komitə yaradılacaq. Yəni bu qərar barəsində Yahudi Gücü Partiyasının deputatı Limor Son tərəfindən təqdim edilən qanun qüvvəyə minməsi üçün daha 2 oxunuşdan keçməsi tələb olunur. Eyni partiyadan olan və hazırda Milli Təhlükəsizlik Naziri vəzifəsi daşıyan İtamar Ben-Gvir sənədin ədalət və çəkindiricilik yaradacağını bildirib. Səs vermə öncəsi də partiyanın rəhbəri, din xadimi olan şəxslər də layihənin əleyhinə səs verməyi tapşırıb. O təşəbbüsü cəmiyyəti təhrik etməyə yönəlmiş təxribatdır adlandırırlar. Hər halda belə qarşılıqlı şəkildə mübahisələr də yaşanır bu qərarın qəbul olunmasında. Amma görünən odur ki, 39 nəfər lehinə, 16 nəfər əleyhinə səs verirsə, bu artıq səs çoxluğunun, yəni layihənin təqdim edən deputatın xeyrinə və qanun layihəsinin qəbul olunmasının lehinə olduğunu göstərir. Çox güman ki, bu qanunun növbəti oxunuşlardan da keçəcək. Hər halda İsraildə də edam cəzasının bərpa olunmasının 71 ildən sonra bu barədə də təsdiqini görəcəyik.